Salam. Bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb. Qonağımız siyasi şərhçi, hüquqşünas Xəyal Bəşirovdur. Xəyal bəy, xoş gəlmisiniz. Xoş gördük. Müzakirə mövzumuz gənclər və rəqəmsal təhlükəsizliyi necə qorumaq olacaqdır. Birinci sualım elə ondan ibarətdir ki, rəqəmsal təhlükəsizlik anlayışı hazırki dövrdə nədir və gənclər üçün niyə xüsusi əhəmiyyət daşıyır? Təşəkkür edirəm ilk öncə dəvətinizə görə, eyni zamanda bu gün bizim üçün prioritet olan, cəmiyyətimiz üçün aktual olan mövzulardan birində fikirlərimizi bölüşməyimizə şərait yaratdığınıza görə. Əslində rəqəmsal təhlükəsizlikdən danışmazdan öncə ilk öncə bu rəqəmsal prosesin bizim həyatımıza daxil olması bugünkü dünyada yeni əsrin prioritetlərindən olan, trendlərindən olan ümumilikdə bütün o rəqəmsal prosesi, sosial şəbəkələr, internet resursları, ümumiyyətlə bütün o qəbildən olan platformaları nəzərdən keçirmək lazımdır. Bugün biz istəsək də, istəməsək də sosial şəbəkələr, internet resursları bizim həyatımızın ayrılmaz bir tərkib hissəsinə çevrilib. Yəni biz bugün səhər yuxudan ayıldıqdan dərhal sonra ilk ağlımıza gələn əşyalarımızdan biri də məhz telefondur. Və bu yaşından asılı olmayaraq çox təəssüflər olsun ki, hər bir insana münasibətdə artıq belədir. Çünki bütün işlərimizi hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq bütün işlərimizi qorumaq üçün bizə mütləq lazım olan vasitələrdən biri də məhz internetdir və yaxud da ki, mobil rabitədən istifadə edirik. Bax, bu reallığı ortaya qoyub və təəssüfləndirici digər məqamlardan da biri də ondan ibarətdir ki, çox vaxt biz internet resurslardan, sosial şəbəkələrdən təyinatlı üzrə istifadə etmirik. Bəli. Daha çox bu gənc nəslə aiddir və müəyyən mənada həyatın bir yerinə qədər gəlib çıxmış insanlar həyatın qayğıları ilə, iş şəraiti ilə, eyni zamanda bir sıra digər o yetkinlik yaşına çatmış insanların həyat şəraitinə aid olan məqamlarla bağlı istəsələr də belə bir çox hallarda həmin o təyinatına uyğun olmayan işlərlə məşğul olmaq vaxtları və imkanları olmur. Amma çox təəssüflər olsun ki, gənc nəslə bunu aid etmək olmaz. Gənc nəsil dedikdə təbii ki, biz daha çox yetkinlik yaşına çatmayan insanlarımızı nəzərdə tuturuq. Çünki yetkinlik yaşına çatmayan insanların həyatda bütün istiqamətlərdə, o cümlədən də psixoloji baxımdan, fiziki baxımdan inkişaf mərhələsi olur. Həmin o inkişaf mərhələsində əgər internet resursları, sosial şəbəkələr onların həyatına, təyinatına uyğun olmayan şəkildə daxil olursa, bu artıq çox təəssüflər olsun ki, mənfi məqamlara, fəsadlara gətirib çıxarır ki, bu da ümumilikdə cəmiyyətin qlobal probleminə çevrilib. Və bugün Azərbaycan cəmiyyətində də belə hallar varmı? Çox təəssüflər olsun ki, var və cəmiyyətimizdə valideynlərin, ətrafımızda olan insanların daha çox bəhs etdiyi problemlərdən biri də bugün məhz bu istiqamətdədir. Uşaqlar telefonla daha çox məşğul olur. Uşaqlar telefonlarda onlara, yaşlarına, özlərinə uyğun olmayan istiqamətlərdə istifadə edirlər telefonlardan və təbii ki, telefon deyəndə sadəcə rabitə vasitəsi göz önünə gəlmir. Telefon deyəndə daha çox bu ağıllı telefonlar və eyni zamanda internet göz önünə gəlir ki, internetlə də oturduğun yerdən dünyanın istənilən nöqtəsi ilə bu və ya digər formada təmas qura bilərsən və yaxud da ki, oradan informasiya əldə edə bilərsən. Əldə etdiyin informasiyalar nə dərəcədə sağlamdır, nə dərəcədə zərərsizdir? Təbii ki, bu da ciddi suallardan biridir. Aydındır. İnternet və sosial media mühitində gənclərin ən çox qarşılaşdığı təhlükələr hazırda hansılardır? Təhlükələr mən deyərdim ki, intihasızdır. Yəni sərhədləri tanınmır. Bugün bax mən sizə hüquqi tərəfləri ilə bağlı bəzi məqamları diqqətinizə çatdırım ki, Azərbaycan hüquqi dövlətdir konstitusiyamıza görə. Biz müstəqilliyimizi 91-ci ildə bərpa etdikdən sonra Azərbaycanda 1995-ci ildə konstitusiya qəbul edilib və bu günə qədər də hələ ki bir neçə dəfə dəyişiklik və əlavələrə məruz qalmasına baxmayaraq hələ ki ilk və yeganə konstitusiyamız məhz 1995-ci ildə qəbul edilmiş konstitusiyadır və həmin o konstitusiyaya görə Azərbaycan hüquqi demokratik dünyəvi unitar respublikadır. Yəni hüquqi dövlət amilini mən göz önünə gətirməyə çalışıram ki, bizdə bütün ictimai münasibətlər hüquqla, qanunla, müvafiq qanunvericilik aktları ilə, normativ aktlarla tənzimlənir və
bugünkü trendə uyğun olaraq, bugünkü dünyada baş verən proseslərə uyğun olaraq artıq bizim cinayət qanunvericiliyimizə onu da diqqətə çatdırım ki, Azərbaycanın yeni cinayət məcəlləsi 2000-ci ildə qəbul edilib. Bəli. Ondan öncə Sovetlər İttifaqı dövründə qüvvədə olan 1978-ci il səhv etmirəmsə cinayət məcəlləsi qüvvədə idi. Amma 2000-ci ildə yeni cinayət məcəlləsi qəbul edildi. Artıq 2000-ci illərdə bizdə cinayət məcəlləsində elektron sahədə cinayətlərlə bağlı, sosial şəbəkələrdə törədilmiş cinayətlərlə bağlı dəyişikliklər edilməsi zərurəti yarandı. Niyə? Çünki artıq bir ayrıcı dünyadır. Sosial şəbəkələrdə, internet resurslarında artıq insanlar bir-birlərini təhqir edirlər. Artıq insanlar bir-birlərini hədə-qorxu gərirlər. İnternet resurslarından istifadə edərək insanların beyinlərini zəhərləmək imkanları kifayət qədərdir. Və az öncə o cəmiyyətimizin, insanlarımızın, xalqımızın ən həssas və ən kövrək təbəqəsi olan gənc nəslimizə aid münasibətdə də onu deyə bilərik ki, onlar daha tez təsir altına düşürlər. Və biz bugün Azərbaycan dövləti olaraq yadımdadır ki, 2-ci Qarabağ müharibəsi dönəmində Azərbaycan cəmiyyətinə, Azərbaycan rəhbərliyinin bir sıra müraciətləri oldu. Onlardan biri də birinci vitse-prezident Mehriban xanım Əliyeva cəmiyyətə müraciət elədi sosial şəbəkə vasitəsilə ki, biz artıq qələbə qazanmışıq döyüş meydanında. Söhbət ikinci Qarabağ müharibəsindəki qələbədən sonra gedir ki, həmin o dönəmdə bax informasiya cəbhəsində çox güclü hücumlara məruz qalırdıq və bax biz döyüşdə Qarabağ və ətrafı ərazilərdə hansı ki ərazilərimizi işğaldan azad edirdik, bilirdik ki, düşmən kimdir, qarşımızdadır və biz onlara çox layiqli cavab verirdik. Amma informasiya cəbhəsində düşmənin hardan hücum edəcəyini bilmirsən, proqnozlaşdıra bilmirsən və düşmən həmişə istənilən cəmiyyətə düşmən olan təbəqə mümkün qədər onun ən kövrək, ən zəif bəndindən hücum edir. Zəif bəndlərimizdən biri də bizim gənc nəslimiz və eyni zamanda yetkinlik yaşına çatmayan insanlarımızdır ki, onlar daha tez təsir altına düşürlər və təbii ki, oturuşmuş, artıq yetkinlik yaşına çatmış, müəyyən çətinliklərdən keçmiş insanlarımız bilir yaxşını pisdən ayırmağı, ağı qaradan ayırmağı bilir. Amma gənc nəsil istənilən cəmiyyətdə daha çox bu belədir. Gənc nəsil bu prosesləri görməyib və ağın qaranın fərqləndirilməsi istiqamətində o qədər də təcrübəsi yoxdur. Ona görə məhz dünyanın bir çox ölkələrində yetkinlik yaşına çatmayan insanlara münasibətdə, daha çox məktəblərdə, orta məktəbdə təhsil alan insanlara münasibətdə internet resurslarından, mobil telefonlardan istifadə etmək qadağaları var. İndi bizim cəmiyyətimizdə hələ ki bu yoxdur. Mən az öncə qeyd etdim, hüquqi dövləti və bizdə əgər qanunda bu nəzərdə tutulmayıbsa, kimisə bununla bağlı məhdudiyyətə düçar etmək və yaxud kiməsə bununla bağlı qadağa qoymaq da hüquqa və qanuna uyğun olmayacaq. Amma nə qədər ki bu qadağalar yoxdursa, deməli biz özümüz valideyn olaraq və yaxud cəmiyyətin bir nümayəndəsi olaraq ətrafımızdakı insanlara, öz ailə üzvlərimizə və yaxud yaxınlarımıza, xüsusilə də o həssas təbəqədən olan insanlara münasibətdə belə məsələlərdə ciddi yanaşma tərzi ortaya qoymalıyıq. Mümkün qədər həmin o insanların təhsil altına düşə biləcək mövzularda onlarla bağlı maarifləndirmə işi aparmalıyıq. Ən azından yəni bu bir öhdəlik olmasa belə, daha doğrusu belə deyim, qanunvericiliyin bizim üzərimizə qoyduğu bir öhdəlik olmasa da belə bizim mənəvi öhdəliyimiz hesab oluna bilər ki, biz bu istiqamətdə addımlar atmalıyıq və cəmiyyətimizdə bu insanları təhsil altına düşə biləcək kəsimi mümkün qədər qoruyub saxlamaq və ən azından o çətin dövrü keçmək üçün onlara kömək göstərməyə çalışmalıyıq. Bax, ona görə az öncə qeyd etdim ki, müharibədən sonra belə bir çağırışlar oldu. Çünki biz ola bilər döyüş meydanında qələbə çalmışıq, amma bu heç də o demək deyil ki, iş bitdi, mübarizə dayandı və hər şey güllü gülistan olacaq. Bu heç də belə deyil və ondan sonraki hadisələr onu göstərdi ki, həqiqətən də o düzgün çağırış idi, o düzgün mesaj idi ki, cəmiyyətdə təəssüflər olsun ki, öz daxilimizdə də, xaricdə də bəzi qüvvələr, bəzi insanlar, hətta Azərbaycanlı olan insanlar belə o proseslərin təsiri altında cəmiyyətə müəyyən mənfi təbliğatlar aparırlar və bu da informasiya cəbhəsində çox ciddi təhlükələri ortaya qoydu və biz artıq anladıq ki, hətta mən deyərdim ki, baxın, yetkinlik yaşına çatmış insanlar kimi, müəyyən dövrü yaşamış insanlar kimi, hətta mən özüm belə o zamanlar gördüm ki, həqiqətən də informasiya cəbhəsi çox təhlükəli cəbhədir və informasiyanın gücünü gördüm. İnformasiya hətta evin daxilində belə, ailə üzvləri arasında belə ciddi fikir ayrılığı yaradır ki, onları bir-birləri ilə barışmaz mövqeyə gətirib çıxarır. Və bu, mən düşünürəm ki, yetkinlik yaşına çatmayan gənc nəslin nümayəndələrinə münasibətdə daha həssas yanaşma tərzi tələb edir və mən düşünürəm ki, baxın, belə maarifləndirmə işləri, belə insanlarımız üçün
təbliğatmı deyim və yaxud da ki, onların təcrübə alması üçünmü deyim, belə addımların atılması təqdir olunan haldır, təqdirə layiq haldır və cəmiyyətimiz o gənc nəslimizin bu burulğandan, bu çətinlikdən çıxması üçün birlikdə hərəkət etməlidir və insanlarımız anlamalıdır ki, informasiya cəbhəsində edilən hücumların nəticəsi kimi təkcə gənc nəsil zərər görməyəcək, ümumilikdə cəmiyyət zərər görəcək, ümumilikdə dövlət zərər görəcək və xalq zərər görəcək. Rəqəmsal təhlükəsizlikdən danışdıq. Siz də gənclərlə bağlı məsələyə toxundunuz. Hal-hazırda aktual məsələlərdən biri də gənclərin sosial şəbəkə istifadəçisi kimi parollarının və ya şəxsi məlumatlarının ya oğurlanması ya da bəzi səbəblərdən ələ keçirilməsidir. Ümumiyyətcə bu istiqamətdə hansı tədbirlər görülməlidir? Həm fərd olaraq, həm də dövlət olaraq nələr edilə bilər? Dövlət olaraq mən düşünürəm ki, indi mənim bu hüquqşünaslıq və vəkillik fəaliyyətimlə bağlaya bilərəm ki, artıq bizim bir sıra hüquq mühafizə orqanlarımızda kiber təhlükəsizliklə bağlı mərkəzlər yaradılıb. Bu sahədə insanlarımızın hüquqlarının pozulması ilə bağlı hallar baş verərkən bununla bağlı artıq müəyyən etmək mümkündür. Elə bir elektron vasitələr var ki, elə mütəxəssislər hazırlanır ki, artıq həmin o hücumun və yaxud xoşa gəlməyən qanuna və hüquqa zidd addımın atılması ilə bağlı araşdırma aparılarkən həmin o addımın hansı elektron vasitədən, hansı telefondan, hansı kompüterdən ID kodları var, e-mail kodları var və digər kodlar müəyyən etmək olur. Bəli, müəyyən etmək mümkündür. Təbii ki, bu ölkə arasında aiddir. Ölkə arasında bunu müəyyən etmək mümkündür. Təbii ki, indi xaricdə olanda da Azərbaycan dövlətinin müvafiq dövlətlərlə müqaviləsi varsa, o müqavilə əsasında qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi üçün həmin o dövlətə müraciət edə bilər, həmin o dövlətdə müvafiq addımlar ata bilər. Dəfələrlə artıq insanların dünyanın istənilən nöqtəsində sosial şəbəkələr vasitəsilə, internet resursları vasitəsilə qanuna və hüquqa zidd addımların atılması ilə bağlı prosesin aşkar edilməsi, həmin o insanların belə deyim, ən azından fəaliyyətinin, xaricdə olsa belə fəaliyyətin dayandırılması istiqamətində addımlar atmışıq. Amma bu istiqamətdə dövlət kifayət qədər addımlar atır. İndi biz istəsək də, istəməsək də dövlət bu istiqamətdə beynəlxalq standartlara uyğun şəkildə, beynəlxalq aləmdə mövcud olan o inkişaf səviyyəsinə uyğunlaşdırmaq üçün bu addımları atmalıdır. Və bax, biz zaman-zaman televiziya vasitələrində və yaxud mətbuat vasitəsilə eşidirik ki, bu elektron qaydada qumar oyunlarının təşkil edilməsi, o qumar oyunlarında daha çox yetkinlik yaşına çatmayan insanların cəlb edilməsi, ayrı-ayrı maraqlı oyunlar vasitəsilə uşaqların hətta valideynlərindən gizli şəkildə hansısa formada maddi vəsaitlər əldə edib bu prosesdə iştirak etmələri bu gənc nəsli böyük bir bataqlığa doğru aparır. Yəni bunların qarşısını almaq üçün dövlət təbii ki, bu tədbirləri görməlidir və bunu ölkə ərazisində hazırki mərhələdə müəyyən etmək sadəcə zaman alır və həmin o resursların müəyyən edilməsi, o resurslar vasitəsilə kimlərin bu addımları atması təbii ki, o təşkilatçılar və yaxud da o şəbəkənin nümayəndələri çox vaxt yetkinlik yaşına çatmayan şəxslər olmurlar. Yetkinlik yaşına çatmış və bir çox hallarda ayrı-ayrı cinayətlərə görə mühakimə olunmuş şəxslər olur. Çox təəssüflər olsun ki, həmin o şəxslərlə bağlı tədbirlər də görülür. Bu baxımdan mən düşünürəm ki, artıq yetkinlik yaşına çatmayan insanlarımız da, gənc nəslimiz də anlamalıdır ki, artıq belə şeylərin müəyyən edilməsi çox da zaman almır. Və əgər zaman almırsa, deməli həmin o prosesi gizli şəkildə aparmaq istəyən gənclərimiz bilməlidirlər ki, gec-tez onların bu addımları ifşa olunacaq və onlar cəmiyyətin o zərər verən tərəfində olmamalıdırlar. Əksinə onların qarşısında olmalıdırlar. Belə hallarla rastlaşarkən ən azından valideynlərini və yaxud da ətrafında olan digər şəxsləri məlumatlandırmalıdırlar ki, belə hallarla bağlı onlara müraciət olunub və çox təəssüflər olsun ki, daha çox təsir altına düşürlər belə istiqamətlərdə. Və həmin o istiqamətdə insan təsir altına düşürsə, bir gün təsir altına düşürsə, bir müddət sonra artıq o aludəçiyə çevrilir və aludəçiyə çevrildikdən sonra artıq həmin o insanlar müxtəlif istiqamətlərdə manipulyasiya aləti kimi də istifadə etmək olur həmin şəxsdən. Yəni bu artıq gələcəkdə daha ciddi fəsadlara gətirib çıxarır. Təkcə qumar oyunlarla və yaxud digər zərərverici fəaliyyətlər deyil. Digər istiqamətlərdə dövlətə qarşı, dövlətin müəyyən belə deyim, maraqlarına qarşı da onlardan istifadə etmək olur ki, mən düşünürəm ki, ən ciddi və ən təhlükəli məqam məhz bu istiqamətlərdir. Siz hüquqi tərəflərinə toxundunuz. Ümumiyyətcə, hazırki qanunvericilikdə şəxsin sosial şəbəkə hesablarının oğurlanması və ya da şəxsi məlumatlarından istifadə edərək ona qarşı hansısa bir təhdid xarakterli, şantaj xarakterli əməllərin törədilməsi yönündə hansı cəza tədbirləri görülüb və yaxud da qanunda hazırda hansısa boşluqlar varmı?
Qanunda boşluqların olması məsələsi bilirsinizmi, bu dövrü olaraq dəyişiklikləri tələb edir onsuz da. Yəni boşluq bu gün boşluq hesab olunmaya bilər, amma bir gün sonra artıq orada boşluq yarana bilər. Bəli. Çünki artıq dünyada çox sürətli inkişaf gedir. Biz artıq 5-ci sənaye inqilabının proseslərini görürük və bu bəlkə də dünyada insanlıq tarixində heç vaxt olmadığı sürətlə inkişafı göstərir. Və mən düşünürəm ki, bu da artıq qanunvericilikdə dövri şəkildə müəyyən maddələrin dəyişdirilməsini və yaxud da ki, əlavə maddələrin qanunvericiliyə daxil edilməsini zərurətini ortaya qoyur ki, bunda zaman-zaman biz bunların şahidi oluruq. Amma baxın, qanunvericilikdə sosial şəbəkələrdə, internet resurslarında özləri üçün gizli hesablar açıb, anonim hesablar açıb, ayrı-ayrı insanlara münasibətdə addımlar atanlar var. Bax, təhqir, böhtan cinayətləri var qanunvericilikdə. O əvvəllər də olub bizim cinayət məcəlləsində. Təhqir, böhtan nədir? Bir insana münasibətdə təhqir edici, onun şəxsiyyətini təhqir etmə, onu alçatma, kütləvi internet resurslarında və yaxud da ki, kütləvi yayılan media platformalarında, digər sahələrdə bunu edilməsi zərurəti var ki, o halda bu məsuliyyəti yaradır. Böhtan da insana bilə-bilə onun barəsində yalan məlumatları yayma. Bax, bu xüsusi ittiham qaydasında yəni iddia qaldırılmasını tələb edən maddələrdir. Bax, bunun eyni formada elektron vasitələrlə, kompüter texnologiyası vasitələri ilə, sosial şəbəkələr vasitəsilə eyni addımlar atmaq olar. Əvvəllər mütləq şəkildə, məsələn, biri digərini təhqir etmək istəyirsə, hansısa bir jurnalda, qəzetdə və yaxud da ki, televiziya vasitəsilə bunu edə bilərdi və yaxud da ki, kütləvi çıxışlar zamanı hər hansı bir yerdə, parkda çıxış edir, orada insanlar arasında kimisə ünvanına təhqir edici və ya böhtan xarakterli fikirlər səsləndirə bilərdi ki, o məsuliyyəti yaradır. Artıq bunun üçün meydan geniş bir platforma yaranıb. Geniş platforma, geniş imkanlar yaranıb. İstənilən şəxs sosial şəbəkə vasitəsilə evində oturub və yaxud hər hansı bir ucqar bir rayonda, bir kənddə oturub, ölkə xaricində oturub. Bəli, ölkə xaricində oturub. Çox təəssüflər olsun ki, bugün biz daha çox bunlarla qarşılardıq. İstənilən şəxsə qarşı təhqirə, böhtana və digər xoşa gəlməyən hallara yol verə bilər ki, bu məsuliyyət yaradır və bu məsuliyyət ölkə daxilində belə deyim, öz cəzasını alsa da, bunu tətbiq etmək mümkün olsa, çox təəssüf olsun ki, bəzi xarici ölkələrdə bunu reallaşdırmaq olmur və həmin o ölkələr hansılar ki, bir çox hallarda biz bunu Avropa məkanından görürük ki, daha çox demokratiyadan, insan hüquq azadlıqlarından onlar danışırlar, amma bunu belə deyim də, bunu ifadə azadlığı kimi qələmə verirlər. Bunu hansı ki, biz özümüz də bilirik ki, sosial şəbəkələr, internet resursları özləri belə bəzi ifadələri qadağan edirlər. Hansısa bir ifadələri işlətmək üçün və yaxud onları yazmaq üçün müxtəlif simvollardan istifadə etmək lazımdır. İstifadə qaydaları olduğu sərtləşirdir. Bəli, getdikcə sərtləşir, amma bəzi dövlətlər buna göz yumurlar. Bu da təəssüf edici məqamdır. Amma hər bir halda dövlət onsuz da bunlarla barışmır. Dövlət öz mübarizəsini aparır, mübarizə imkanlarını genişləndirir. Çünki bu özü, belə deyim, bugünkü reallıqlar özü bunu tələb edir. Bu zəruri bir prosesə çevrilib. Amma biz cəmiyyətimizə nəyi aşılaya bilərik? Biz cəmiyyətimizə belə halların təsiri altına düşməməyi aşılaya bilərik. Biz daha çox gənc nəslimizə, gənclərimizə onu aşılaya bilərik ki, belə xoşa gəlməyən, cəmiyyət üçün negativ hesab olunan proseslərin təsiri altına düşməsinlər. Çünki bu cəmiyyəti heç vaxt yaxşı yerə aparıb çıxarmır. Əksinə, heç kim bu prosesdən sığortalanmıyor. Bugün mən hesab edirəmsə ki, mən kimisə təhqir edə bilərəm və bu mənim yanıma qalmayacaq, belə el arasındakı ifadələrdən istifadə etsək, mən sabahları öz övladımın və yaxud da mənim kimi digər bir insan öz davamçılarının bu addımları atmayacağını və yaxud onlara münasibətdə bu addımların atılmayacağı anlamına gəlmir və yaxud da bu bizi bundan sığortalayan hər hansı bir məqam yoxdur. O baxımdan mən düşünürəm ki, biz cəmiyyət olaraq, toplum olaraq birlikdə bununla mübarizə aparmalıyıq. Qanunlarda kifayət qədər məhdudiyyətlər ola bilər, qadağan edici normalar ola bilər, məsuliyyət tədbirləri ola bilər və mən hüquqşünas kimisinin diqqətinizə çatdırım ki, dünyada ayrı-ayrı dövlətlərin təcrübəsinə deyə bilərik ki, cəzaların sərtləşdirilməsi heç də kriminalgen durumu yaxşılaşdırmır və cinayətlərin qarşısını almır. Əksinə, cəmiyyət təbliğat aparmaqla, maarifləndirməklə, insanların belə deyim, insanlara münasibətdə maarifləndirici addımları genişləndirməklə
o insanları qanuna və hüquqa zidd addımlardan yayındırmaq, çəkindirmək mümkündür. Və cəza aparatının sərtləşdirilməsi biz tarixdən görmüşük imperiyalara münasibətdə Bəli. heç də bu cinayətlərin qarşısını almayıb. Əksinə insanlar daha çox ağır cinayətlər törətməyə sövq edir bu proses. Bu baxımdan mən düşünürəm ki, Azərbaycan bir çox hallarda dövlət olaraq bu istiqamətdə, məsələn, ölüm cəzasının qanunvericilikdən çıxarılması, düzdür, konstitusiyadan çıxarılmasa da cinayət qanunvericiliyindən çıxarılıb, onun tətbiqinə yol verilmir və bu humanist adımlardan biridir və ümumiyyətlə bizdə zaman-zaman dekriminallaşdırma prosesi siyasəti ortaya qoyulur. Qanunvericilik həm nəzəri baxımından dəyişikliklər edilir. Bir sıra cinayətlər, məsələn, əvvəllər döymə cinayəti vardı, amma döymə indi artıq inzibati xəta kimi tətbiq edilir və bunun özü göstərdi ki, əslində inzibati xəta olsa belə onun cinayət qanunvericiliyindən çıxarılması bir sıra hallarda dövlətin maraqlarına cavab verir və onun inzibati xəta olması heç də döymənin sayının artmasını gətirib çıxarmayıb. Əksinə bir sıra inzibati xətalar var ki, onlar belə deyim, cinayət məcəlləsinə nəzərdə tutulmuş o cəzalar, sərt cəzalara münasibətdə daha çox belə deyim, o prosesin qarşısını alır, insanları prosesdən həmin o hüquqa zidd addımlardan çəkindirir, nəinki cinayət qanunvericiliyində nəzərdə tutulmuş o ağır cəzalar. Bu baxımdan yəni burada birmənalı yanaşma yoxdur. Yəni demək olmaz ki, cinayət olsa, cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəza ilə qadağan olsa daha az törədiləcək, nəinki inzibati xəta kimi. Amma hər bir halda mən düşünürəm ki, bax sizin etdiyiniz bu maarifləndirmə tədbirlərinin sayını artırmaq, gənc nəsillə münasibətdə bunun genişləndirmək, bunun intensivləşdirmək daha yaxşı olar, nəinki qanunvericiliyə dəyişikliklər etmək. Qanunvericiliyə dəyişikliklər onsuz da dövlət edir. Biz cəmiyyət olaraq bu prosesdə dövlətin yanında olmalıyıq. Bu prosesləri intensivləşdirməliyik ki, insanlarımız bizdən də, bizim o fikirlərimizdən də bəhrələnsin. Yəni bu da əslində bir çox məsələdə olduğu kimi vətəndaş dövlət həmrəyliyinin faydasını ortaya qoyur. Bəli. Təhlükələrdən bəhs etmişkən, hazırki dönəmdə əsas təhlükələrdən biri də xüsusən də sosial şəbəkələrdə gənclərin və yeniyetmələrin bir çox halda tanımadıqları şəxslərlə sosial şəbəkə üzərindən kontakta girmələridir. Hansı ki, burada biz həmin o naməlum şəxslərin radikal qruplaşma üzvü olduğunu da görə bilirik, müəyyən siyasi qruplara mənsub olduğunu da, hətta xarici kəşfiyyat orqanlarına da üzv olduğunu görə bilirik. Əslində bu daha böyük bir risk və potensial təhdid. Bununla bağlı nə demək olar, necə sığortalanmaq olar və yaxud da ki, hansı addımlar atıla bilər? Yəni bir insan fərqi yoxdur, gəncdir və yaxud yetkin yaşına çatmış şəxsdir. Belə prosesin təsiri altına istənilən şəxs düşə bilər. Elə bizim özümüz də düşə bilərik və onlar heç vaxt o təhlükə saçan tərəflər ilk adımdan təhlükəni saçmırlar. Onlar ilk öncə insanın maraq dairəsini, özlərinin maraq dairəsini cəlb etməyi, insanları o belə deyim, İlk öncə o insanın maraq istiqamətlərini kəşf edib onu o istiqamətdə aparmağı üstün tuturlar. Və bu, mən düşünürəm ki, istənilən şəxsə münasibətdə bu addım atıla bilər. Biz ilk öncə sosial şəbəkələrə daxil olarkən, internet resurslarından istifadə edərkən, az öncə qeyd etdiyim kimi, ilk öncə onun təyinatına uyğun istifadə etməliyik. Və daha sonra belə hallarla rastlaşırıqsa, məsələn, istənilən bir şəxsin, ətrafımızda olan istənilən şəxsin ayrı-ayrı sosial şəbəkə platformalarında hesabları var deyə bilərik. Və hər bir şəxs o sosial şəbəkə hesabına dünyanın istənilən nöqtəsindən müraciət ünvanlanmasının şahidi ola bilər. E-mail deməli, ünvanlarımız var, elektron ünvanlarımız var, ayrı-ayrı sosial şəbəkə platformalarında hesablarımız var və biz gün ərzində orada müəyyən vaxt keçirir və bu vaxt ərzində bizə çoxlu sayda yazanlar olur, müraciət edənlər olur, dostluq göndərənlər olur və bax bu proses hətta son dövrdə xüsusi intensivləşib. Bəli, çox intensivləşib və yadınızda saxlayın, belə bir fikir var. Heç vaxt heç kim heç kimə heç nədən dostluq göndərmir və yaxud da ki, hər hansı bir müraciət eləmir. O müraciət ünvanlıdırsa, o halda orada onun arxasında bir maraq var. Mən demirəm, bütün müraciət edənlər və yaxud da ki, dostluq göndərənlər mənfi niyyətlə, mənfi məqsədlə göndərir. Amma bizim əlimizdə, belə deyim, qarantiya və yaxud sığorta yoxdur ki, bizə müraciət edən o insan xoş məramla, xoş niyyətlə bizə müraciət edib. Hə, biz sosial şəbəkədə varıqsa, kiminləsə dostluq edə bilərik, etməliyik, bəli, etməliyik. Hansısa səhifələri izləməliyik mi, izləməliyik.
Bəli, o seçim də bizim əlimizdədir. Amma hər bir halda əgər bir insan gələcəkdə həm özünə münasibətdə, həm dövlətinə münasibətdə, həm cəmiyyətinə münasibətdə xoş olmayan, neqativ hallarla rastlaşmaq istəmirsə, ilk öncə hər şeydən öncə dövlətinin maraqlarını qoymalıdır. Çünki dövlətin maraqlarına zidd addım atmayan şəxs artıq müəyyən mənada mən düşünürəm ki, özünü bir çox hallardan sığortalayır. Və o sığortalanma təkcə dövlətə münasibətdə olmur. Hələ şəxsin özünə münasibətdə də olur. Bu birincisi. İkincisi, bir şəxs əgər bizə dostluq göndərirsə, bir müraciət edirsə, o halda bizim imkanımız var ki, onun dostluğunu qəbul etməzdən öncə onun fəaliyyəti ilə bağlı müəyyən araşdırma apara bilək onun səhifəsində. Bax, belə bir halla rastlaşdım mən bu yaxınlarda. Xaricdə işə qəbul olunmaq istəyən şəxslərlə bağlı xarici dövlətlərdə, səhv etmirəmsə Avropa ölkələrindən biri idi, CV göndərən şəxslərin Facebook hesabında, Instagram, digər sosial şəbəkə hesablarında onların fəaliyyətinin araşdırılması üçün imkanların Hətta bəzi vətəndaş qəbulu proseslərində də bunu artıq tələb edirlər. Bəli. Bax, bu nədən xəbər verir? Bugün əvvəllər insanların Sovetlər dönəmində insanların tərcümə halını öyrənmək üçün onun qohumlarını araşdırırdılar. Onun atasının, anasının, qardaşının, hətta xalasının ərinin, bibisinin ərinin, əmisinin yoldaşının və digərlərinin fəaliyyətini, həyatını, məhkum olunub, olunmayıb, digər məsələləri araşdırırlar. Artıq buna ehtiyac yoxdur. Hər bir insanın həyat şəraiti sosial şəbəkə hesabında demək olar ki, əks olunur. Və böyük ehtimal ki, onun yaxın qohumları, onun ətrafı, hətta dostları belə sosial şəbəkə hesabında onun dostluğunda və yaxud onun əhatə dairəsində varlar və insan barəsində bu, onun fəaliyyətini A-dan Z-yə qədər müəyyən etmək üçün elə sosial şəbəkə hesablarında, əgər təbii ki, indi çox nadir insanlar aktiv deyirlər sosial şəbəkə hesabında indiki mərhələdə, daha çox yaşlı nəsil və bir çox hallarda bəzi insanlar üçün indi ola bilər prinsipial əhəmiyyət kəsb edir. İnsanların ümumilikdə götürəndə, çoxluğa münasibətdə insanların fəaliyyətini, onların baxışlarını, onların ümumilikdə dövlətə, dövlətçiliyə münasibətini, onların hüquqa, qanuna münasibətini sosial şəbəkə hesabları vasitəsilə müəyyən etmək çox rahatdır. Və bu bizə bilirsiniz nəyi deməyə əsas verir Turan bəy? Bu artıq bizə onu deməyə əsas verir ki, insan o real həyatdan daha çox sosial şəbəkələrdə diqqətli olmalıdır. Düzdür, o real həyatda diqqətli olmaması anlamına gəlmir. Amma səni yoxlamaq üçün, məni yoxlamaq üçün ilk öncə mənim sosial şəbəkə hesabım vasitəsilə bunu etmək mümkündürsə, deməli, mən heç də mənim sosial şəbəkə hesabındakı fəaliyyətim real həyatdakı fəaliyyətimdən heç də əhəmiyyətsiz deyil. Əlbəttə. Və mən orada da diqqətli olmalıyam ki, bu daha çox gənc nəslə aiddir. Prinsipcə baxdıqda real həyatdan daha çox sosial şəbəkədə ünsiyyət və yeni tanışlıqlar, əlaqələr, imkanları yaratmaq mümkündür. Bu təbii ki, biz indi neqativ tərəflərindən də bəhs etdik, amma bunun pozitiv tərəfləri də olur. Yəni real həyatda atdığın hər addımın bir hüquqi və yaxud da ki, nəticəsi var, münasibətlər sistemində bir nəticəsi var. Amma sosial şəbəkələrə baxdıqda bu bir qədər daha çətin görünür. Hətta son dönəmlərimizdə yeni bir tendensiya, süni intellekt ortaya çıxıb. Belə növbəti sualı da buradan keçmək istərdim. Süni intellektlərin də əslində baxdıqda müasir dövrdə mənfi və müsbət tərəfləri mövcuddur. Sizcə süni intellekt, deepfake texnologiyaları və saxta məzmun, rəqəmsal təhlükəsizlik üçün hansı yeni risklər yaradır? Baxın, süni intellekt bəli, insanları təsir altına almaq üçün ən mümbit platformalardan biridir. Bəli. Bax, biz süni intellektdən istifadə ediriksə, istənilən qarşımıza çıxan bir fərqi yoxdur. Hüquqi müstəvidə olsun, qanunla bağlı olsun və yaxud da ki, siyasi məsələ ilə bağlı olsun, tibbi məsələ ilə bağlı olsun. Məsələn, bir dərmanın mənfi, müsbət tərəflərini müəyyən etmək üçün biz onun süni intellekt vasitəsilə yoxlayırıq. Onun insana zərərli və yaxud xeyirli tərəflərini müəyyən edə bilirik. Və yaxud da ki, hansısa bir qanunvericiliklə bağlı hər hansı bir məqamı müəyyən etmək üçün bir sualı yazırıq və onun cavabları. Artıq bu nəyə gətirib çıxarır? Bizim həmin o öyrənmək istədiyimiz platformaya tam şəkildə etimadımızdan xəbər verir. Əgər biz ona tam etimad ediriksə, məsələn, siz təsəvvür edin ki, əvvəllər
hüquqi mövzuda bir sualınız varsa, ətrafınızda ən çox etibar etdiyiniz hüquqşünasa bu sualı Bəli. verirdiniz və artıq o nə deyirdisə, siz ona tam etibar edirdiniz, etimad göstərdiniz və o istiqamətdə addım atırdınız. Artıq bir çox hallarda məsələn vəkillər var ki, vəkil həmkarlarımız var ki, onlar indi aktiv vəkilliklə fəaliyyət məşğul olan şəxslər deyir ki, bizə müraciət edən şəxslər bizə yazır ki, bir ərizə hazırlamışam, xahiş edirəm bir dənə buna baxıram, görürəm ki, o ərizə süni intellekt vasitəsilə hazırlanıb və artıq indi bizdə əlimizdə tam məlumat və yaxud qarantiya yoxdur ki, bütün insanlar elə həmin o süni intellekt vasitəsilə hazırladığı ərizələri vəkillə dəqiqləşdirir yoxsa yox. Bir çoxları heç dəqiqləşdirmədən bundan istifadə edir və bu o süni intellekt platformasının arxasında duran insanlar var. Təbii ki, onu da idarə edənlər var. Və o idarə edən şəxslər ilkin mərhələdə insanlara tam şəkildə onlara münasibətdə etimadın formalaşması üçün, etibarın yaranması üçün ilk əvvəl heç bir problemin olmaması ilə bağlı prosesi reallaşdırırlar. Bu birinci mərhələdir. Birinci mərhələdə insan tam artıq insanlara etimad mühiti formalaşır. Növbəti mərhələdə artıq mən bir sual verirəmsə, o sualda məni yönləndirmək istədiyi istiqamətdə o yönləndirə bilər. Bu ən təhlükəli məqamlardan biri də budur. Bəli, hər bir şeyin, telefonun da, nəqliyyat vasitəsinin də, internetin də müsbət tərəfləri var. O cümlədən də süni intellektin müsbət tərəfləri var. Bizim bir çox hallarda işlərimizi rahatlaşdırır, operativləşdirir. Bir çox hallarda həll etmək istədiyimiz problemlərin daha tez həll olunması üçün bizə imkan yaradır. Amma biz heç vaxt unutmamalıyıq ki, bizim üçün belə imkanlar yaradan platformalar günlərin birində bizim hüquqlarımıza zidd də, bizim maraqlarımıza zidd də, əleyhimizə də çevrilə bilər. Bax, bunun olmaması üçün həmişə ehtiyatlı olmaq lazımdır. Həmişə o, belə deyim, təhlükəli məqamları unutmamaq lazımdır. Nədir? Bax, bu, mən bir misal gətirdim məsələn, hüquqi mövzuda. Məsələn, bu gələcəkdə başqa məsələlərlə bağlı ola bilər. Gənc nəsil artıq demək olar ki, dərsləri hazırlaşmaq üçün süni intellektdən istifadə edir. Bu çox yanlışdır mənim fikrimcə. Bu ilk öncə bir insan kalkulyatordan istifadə edib hesablama aparırsa artıq onda vərdiş yaranır. Artıq o riyazi hesablamanı şifahi olaraq beyində aparmırsa artıq onun riyazi hesablamalarla bağlı beyninin həmin o hissəsi passivləşir. Düzdür, böyük rəqəmləri vurmaq üçün istifadə etmək lazımdır, amma bir çox hallarda insanlar kiçik rəqəmləri belə vurub düşünməmək üçün mən bununla real həyatda rastlaşmışam deyə. Düzdür, tamamilə. Bu yanlışdır. Bu artıq insanları robotlaşdırır, insanları tənbəlləşdirir, əqli cəhətdən tənbəlləşdirir. Necə ki, televizorun pultu bizi fiziki cəhətdən tənbəlləşdirib. Əvvəllər elə həmin o televizora baxmaq üçün biz dəfələrlə qalxıb televizorun, indi bizim dövrümüzdə, bizim nəslimiz artıq onu demək olar ki, görməyib. Amma bizdən öncəki nəsil televizora səs vermək üçün, televizorda kanal dəyişmək üçün həmin o, belə deyim, o həyat şəraitini sürürdülər. Amma artıq insanlarda tənbəlləşmə gedib və pultdan istifadə edir. İndi bax, o istiqamətdə də beyin baxımından, düşüncə baxımından, əqli cəhətdən insanların tənbəlləşməsi üçün süni intellekt platformaları sayı gündən-günə artmaqdadır. Amma süni intellekt vasitəsilə, bəli, bir çox hallarda uğurlu əməliyyatlar da aparmaq mümkündür. Hansısa bir, belə deyim, böyük bir prosesi qısa bir müddət ərzində reallaşdırmaq da mümkündür. Yəni, təyinatı üzrə istifadə etmək lazımdır. Amma bəli, bir cavabı var, təyinatı üzrə istifadə etmək lazımdır. Əgər biz onu təyinatı üzrə istifadə etmiriksə, gec-tez biz onun mənfi tərəflərini mütləq şəkildə görəcəyik. Bəli. Valideynlər və təhsil müəssisələri gənclərin rəqəmsal təhlükəsizlik şuurunun formalaşmasına necə töhfə verə bilər? Valideynlər əslində, bax, valideyn təhsil müəssisəsi. Gənc nəslin, daha çox yetkinlik yaşına çatmayan uşaqların iki məkanda olması mümkündür. Ya evdə, valideynlərin yanında, ya da ki, məktəbdə, təhsil müəssisəsində. Və onların həyatı demək olar ki, bu iki obyekt arasında deməli, davam edir. Ta yetkin yaşına çatana qədər insan ondan sonra ali təhsil müəssisəsinə qəbul olursa, ali təhsilini alır. Eyni proses biraz fərqli formada bu şəkildə davam edir. Amma təbii ki, indi tam həyata, yetkinlik yaşına çatmış həyata qədəm qoyana qədər. Bax, bu prosesdə gənc nəslin formalaşması üçün bu iki obyekt paralel şəkildə fəaliyyət göstərməlidir. Bəli, bizim konstitusion hüququmuzdur ki, biz təhsil alaq və övladlarına təhsil verməsi üçün şərait yaratmaq da valideynlərin vəzifələrindən, öhdəliklərindən biridir. Bax, bu proses mən düşünürəm ki,
valideynlərlə təhsil məsələləri maraqlarını uzlaşdırır, bir-birlərinə uyğunlaşdırır. Və bu uyğunlaşma prosesindən düzgün istifadə etmək lazımdır. Həm valideynlərə münasibətdə, həm təhsil müəssisələrinə münasibətdə. Təbii ki, burada hədəf eyni olmalıdır. Burada maraq eyni olmalıdır. Bir valideyn həm evdə valideyn ola bilər, həm məktəbdə təhsil müəssisəsində müəllim ola bilər. Və yaxud da ki, istənilən müəllim də həm də eyni zamanda valideyn kimidir və burada yanaşma hər bir valideynin o təhsil müəssisəsində fəaliyyət göstərən müəllimə də özü kimi valideyn olaraq yanaşması, müəllimin də valideynə özü kimi valideyn olaraq yanaşması ehtiyacı var ki, uşaqla bağlı, təhsil alan gənclərimizlə bağlı eyni marağa xidmət edək. Və yalnız bu halda biz o qarşımıza qoyan cəmiyyət olaraq, dövlət olaraq, xalq olaraq, toplum olaraq qarşımıza qoyan o məqsədə çata bilərik. Çünki burada bir məqsəd olmalıdır. Bir-birlərini bir çox hallarda xoşagəlməz hallar olur ki, təəssüflər olsun ki, valideyn təhsil müəssisəsini və yaxud orada fəaliyyət göstərən müəllimləri ittiham edir. Müəllimlər də və yaxud təhsil müəssisəsi də valideyni ittiham edir. Yəni burada ittiham etməkdən daha çox Yəni qarşılıqlı ittiham nəticə vermir onsuz. Nəticə vermir. Zərbə kimə dəyir? Cəmiyyətə dəyir. Bəli. O cəmiyyətin nümayəndələrindən biri mənəmsə, biri elə o müəllimdir və yaxud da ki, Əlbəttə ortaq məxrəcə gəlmək və uzlaşma yolları axtarmaq bəli, lazımdır. eyni maraqlara xidmət edəcəyiksə, o halda eyni hədəfə vuracağıq. Eyni hədəfə də vuracağıqsa, artıq bizim orada bir məqsədimiz olacaq ki, əlimizdən gələni edək ki, o təhsil alan uşağımız, övladımız, şagirdimiz ən düzgün şəkildə təhsil və tərbiyə alsın. Çünki orta məktəblər təkcə təhsil obyekti deyil, həm də tərbiyə obyektidir, təlim obyektidir. Və bu bizi cəmiyyət olaraq inkişafa aparacaq yeganə yoldur. Çünki təhsil almayan cəmiyyət, təhsilə meyilli olmayan cəmiyyətlər heç vaxt inkişaf edə bilməzlər. Biz inkişaf edən cəmiyyətləri yalnız və yalnız güclü təhsili olan, güclü təhsil obyektləri olan cəmiyyətləri görürük ki, bizim çıxış yolumuz da ancaq budur. Bu baxımdan mən düşünürəm ki, burada da bax, həm təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlərimiz, həm evdə olan valideynlərimiz az öncə adlarını çəkdiyimiz o təhlükəli məqamlarla bağlı sosial şəbəkələr, internet resursları, ayrı-ayrı platformalarla bağlı uşaqların bu təhlükələrdən mümkün qədər kənarda qalması üçün əllərindən gələni etməlidir. Mən az öncə dedim axı, əgər şagird və istənilən şagird təhsil alırsa, o ya evində olur, ya da ki, təhsil müəssisəsində olur. Əgər bu hər iki məkanda onu biz bu zərərverici fəaliyyətlərdən kənarda saxlaya bilsək, artıq biz gənclərimizin sağlam, həm fiziki cəhətdən, həm mənəvi baxımdan, həm düşüncə baxımdan sağlam böyüməsi üçün tam şəkildə şərait yarada bilərik ki, mən düşünürəm ki, bizim əsas məqsədimiz də məhz budur, bu olmalıdır. Son olaraq rəqəmsal təhlükəsizlik məsələsi aydın məsələdir ki, dövlətin ümumi bir məsələsi halına gəlibdir. Bu sahədə dövlət olaraq ümumiləşsək, hansı işlər görülməlidir və daha hansı təkliflər irəli sürülə bilər? Mən düşünürəm ki, az öncə qeyd etdiyimiz kimi nəzəri baxımdan qanunvericiliyə dövrü olaraq dəyişikliklərin edilməsi zərurəti var. Çünki biz dünyanın beynəlxalq aləmin bir tərkib hissəsiyik. Biz istəsək də, istəməsək də bu planetin tərkib hissəsiyik isə planetdə baş verən istənilən proses həm müsbət mənada, həm mənfi mənada gəlib bir gün bizdən də keçəcək. Necə ki, məsələn, bax, COVID-19 pandemiyası oldu. Hansısa bir dövlətin, hansısa bir əyalətində başladı, amma günlərin birində bütün dünya dövlətlərinə sirayət etdi, təsir göstərdi. Bax, bu mənfi meyllərdir, amma müsbət meyllər də elədir. Məsələn, internet resursları günlərin birində yaranmışdısa, bugün bizim cəmiyyətə də töhfə verir, sözün yaxşı mənasında töhfə verməkdən danışıram. Amma mənfi tərəflər də təbii ki var. Əgər biz müsbət tərəflərindən yararlanıb, mənfi tərəfləri ilə bağlı, mənfi meyllərlə bağlı prosesin qarşısını almaq istəyiriksə, biz nəzəri baxımdan qanunvericiliyə müntəzəm olaraq dəyişikliklər etmək zərurətini anlamalıyıq və bu istiqamətdə addımlar atmalıyıq. Necə ki, indiyə qədər edirik bunu. Amma eyni zamanda mən düşünürəm ki, nəzəri baxımdan qanunvericiliyə dəyişiklik etməklə paralel şəkildə praktiki baxımdan real həyatımızda biz bunu tətbiq etməliyik. Bunu tətbiq etmək də təbii ki, biz insanlardan, cəmiyyətin bizim kimi nümayəndələrindən asılıdır. Əgər qanunvericiliyə məhəl qoymayıb, nəzəri baxımdan edilən o dəyişiklikləri xəfifə alıb, ən yaxşı halda desəm, yumuşaq desəm, biz onu göz ardı etsək və bunu nəzərə almayıb addımlar atsaq və eyni zamanda arxamızda gələn
insanlara da bu formada mənfi nümunələr ortaya qoysaq, mən düşünürəm ki, ən böyük fəsadlarını biz yaşayacağıq bunun. Bu baxımdan dövlət bəli üzərinə düşən addımları atır, nəzəri baxımdan qanunverici dəyişikliklər edir. Az öncə qeyd etdiyim kimi müvafiq qurumlarda bu sahədə fəaliyyət göstərən mütəxəssislərin cəlb edilməsi yolu ilə bu gün müasir standartlara cavab verən texniki vasitələri tətbiq etməklə addımlar atırsa, təbii ki, təkcə dövlətin üzərinə bunu qoyub, hə dövlət öz işini görürsə, biz cəmiyyət olaraq öz işimizdə olmalıyıq anlamına gəlməməlidir bu. Bəli, dövlət bunu edir ki, cəmiyyətin nümayəndələri kimi bizi bu proseslərdən qorusun. Amma paralel şəkildə dövlətin o addımlarına biz cavab verməliyik, adekvat cavab verməliyik. Və adekvat cavab vermək də ondan ibarətdir ki, qanunlara riayət edilməlidir. Bu sahədə qanunda nəzərdə tutulub tutulmayıb, hər bir halda mənfi hesab ediliriksə, uşaqların, gənclərimizin bu prosesdən kənarda qalması üçün əllərindən söhbət mənfi proseslərdən gedir ki, əlimizdən gələni etməliyik. Məsələn, heç bir qanunda yazılmayıb ki, uşaq gecə saat 2-yə qədər telefonda məşğul olmalıdır. Bəli. Uşaq gecə saat 2-yə qədər telefonda məşğul olursa, təbii ki, o təsir altına düşəcək və 2-yə qədər insanı telefonunu əlində saxlayıb, yuxusuna haram qatıb, onunla məşğul olmağa vadar edən bir maraqlı şey var ki, uşaq onda ilişib qalır. Sözün belə deyim də, sadə mənasını desək. Və bu heç bir qanunla qadağan edilmirsə, o demək deyil ki, valideyn uşağına bunu qadağan etməməlidir. Və burada artıq biz hüquq və azadlıqlardan daha çox biz valideynlik vəzifələrimizi üstün tutmalıyıq. Və yaxud da ki, təkcə valideynlərə aid deyil, bu az yaşlı qardaşımız, bacımız da ola bilər ki, o bizim qədər təcrübəli və yaxud bizim qədər belə deyim, bu proseslərdən hali olan bir insan deyil. Biz ona münasibətdə və yaxud da ki, ətrafımızda heç bizə qohum deyil, ətrafımızda olan az yaşlı insanlara münasibətdə bu ən azından məsləhət vermək yolu ilə, tövsiyələr vermək yolu ilə bu prosesi reallaşdırmalıyıq ki, gələcəkdə cəmiyyət olaraq, biz ümumilikdə xalq olaraq bu proseslərdən ümumilikdə qoruna bilək. Amma əks təqdirdə buna laqeydlik nümayiş etdirsək, etinasızlıq nümayiş etdirsək, hər bir halda o, belə deyim, mənfi meyillər cəmiyyəti tam şəkildə öz təsir altına alanda o burulğanın içində biz də gedəcəyik və çox təəssüflər olsun ki, bir çox cəmiyyətlərdə biz bunun şahidi oluruq. Ona görə deyir, insanlar üç cür olur. Ağıllı, daha doğrusu ağılsız, ağıllı və müdrik. Ağılsız insan odur ki, başına nə gəlirsə olsun, gəlsin, ondan heç bir nəticə çıxarmır, həmişə ağılsızlığına davam edir. Ağıllı insan odur ki, başına hər hansı bir mənfi iş, bir pis hadisə bir dəfə gəlir, artıq ondan nəticə çıxarır, bir daha onu etmir. Müdrik insan odur ki, kənarında, yanında, ətrafında olan insanlardan kimisə başına bir iş gəlir və onu görür ki, o pis işdir. Müdriklik nümayiş elətdirir ki, onun qarşısına o iş gəlməsinin başına o iş və o özünü bundan sığortalayır. Bax, daha çox çalışaq ki, insan olaraq deyil, cəmiyyət olaraq, müdrik cəmiyyət olaq ki, bizim başımıza mənfi işlər gəlmədən biz cəmiyyətimizi, insanlarımızı, xüsusilə də gənc nəslimizi bu problemlərdən sığortalayaq, öz cəmiyyətimizi, belə deyim, təhlükəsizlik qarantiyası altına alaq. Qəyyum bəy, çox sağ olun. Dəvətimizi qəbul Mən sizə edib təşəkkür gəldiyiniz üçün, bu maraqlı müsahibə üçün təşəkkür edirik. Çox sağ olun. Qeyd edək ki, bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb.